Hər bizi salamlayıram, əziz abituriyentlər. Sınav 4-ə baxacaq suallarımıza. Deməli, birinci sualda nə olduğuna baxaq. Deyir ki, funksiyanın qrafikinin təpə nöqtələrinin koordinatlarını tapın. Bu ən rahat yolun belə deyim də sizə. Ən rahat yolun. Qrafik çəkdik. Bu nə deməkdir? Nə qədər sağa sürüşəcək? 3x minus 4 bərabər 0 qədər. 3x bərabər 4, x bərabər 4 bölünsün 3 qədər sağa sürüşəcək. Yəni bura. 4 bölünsün 3. Və 15 volt da yuxarı sürüşəcək. 15 volt. Qollar da yuxarı, çünki müsbətdir. 4 bölünsün 3-də 0 verir. X-ə 0 versin 16, o da 31-də kəsişəcək. Olacaq 16, o da 15, 31. Qolları bu cür olacaq. Deməli, təpə nöqtəsinin koordinatları bunlardır. MN-lə də tapa bilərsiniz. Ən rahatı budur. Belə yazaq. 4 bölünsün 3 bu nöqtədir. Və deyir ki, onların hansını tap? 15 vursun 4 bölünsün 3. Bunlar ixtisar getdi. Cavabı 20 qaldı. Bu cür tapa bilərsiniz. Ən rahat yol. Keçək növbəti sualımıza. Deyir ki, qarşılıqlı tərs funksiyalardır. Yəni, y bərabərdir. Fx və jx qarşılıqlı tərs funksiyadırsa, f -5-də 0 verirsə, j y bərabər jx funksiyasının orduna oxunan hansı nöqtədə kəsir? Deməli, 5 verəndə, -5 verəndə 0 verir. Tutaq ki, bu nə deməkdir? Yəni, funksiya yazırıq. Y bərabərdir. Fx funksiyası. Fx funksiyası. O da nə deməkdir? X plus 5. Tutaq ki, bu funksiyadır. Fikir versəz, -5 verəcəm, üstünə 5 gəlirəm, 0 verir. Deyir ki, bunlar tərs funksiyadır. Jx-in tərsi. Fx-in tərsi oldu jx. Yəni, fx üstündə mənfi. Tərs. Bunu tapmaq üçün nə edirəm? X plus 5 bərabərdir. Y. Yəni, budur da. X-i tapsam, y-in üstü neçə olur? 5. Bunların yerini dəyişsəm, y bərabərdir. X-in üstü neçə olur? 5. Və bunu hansı nöqtələrdə kəsir? Y-i -5-də, X-i də X-ə 0 verəndə Y olur -5. Yəni, burada bunun tərsini tapdıq, budur. X-ə 0 verəndə 5-də kəsir. Cavab olacaq Y bəndi. Növbəti sualımıza baxaq. Bunda qrafiki buradan keçir də. Beləlik. 0, 5. 0 verəndə 5 verir. Tutaq ki, 5 verəndə neçə verir? 0 verir. Bu yox. Üzr istəyirəm. Deməli, 0 verəndə -5-dən keçir. 5 verəndə 0 olur. Buradan biz bura 0 verir, -5 yazmaqdan 5 yazmışıq. Növbəti sualımıza baxaq. Növbəti sualımızda deyir ki, qrafika əsasən -8-10 parçasında x-in neçə tam qiymətində funksiyanın müsbət olmayan qiymətləri alır. Müsbət olmayan qiymətlər nə deməkdir? Mənfi qiymətlər alır. Mənfi qiymətlər də bunlardır. Burada alır. Deməli, funksiyamız hansı aralıqdadır? -8 ilə 10 arasında. Bunlar hamısı daxildir.
Amma bizə x-in neçə tane qiymətlərə funksiya müsbət olmayan qiymətləri alır, yəni mənfilər alır. Bu hissədən, bu hissədən. Bura kimi müsbətdir. Buradan da bura kimi müsbətdir. Amma müsbət olmayan nə deməkdir? Yəni sıfırdan kiçik. Sıfırda daxil ola bilər. İndi sıfırları harada alır? -8-dən sıfıra kimi bütün qiymətlər daxildir. Bir də burada sıfırı alan hansıdır? 6-dır. Bunu da birləşdiririk. İndi sayaq. -8, -7, -6, -5, -4, -3, -2, -1, 0, bir də 6. Sayaq bunu. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə müsbət olmayan qiymətlər alacaq. Növbəti sualımıza baxaq. Deməli, növbəti sualımız olacaq. 4-cü sual. Bunu çıxardaq buradan. Deyir ki, funksiyanın qrafik üçün hansı təklif doğrudur? Qollar yuxarı. Bəli. Qollar yuxarıdır. Niyə? Çünki x-in qabağında x kvadratın baş həddinin əmsalı 0-dan böyükdür. Qollar yuxarıdır. Qrafik absis oxunu kəsmir. Əgər diskman 0-dan kiçikdirsə kəsməyəcək. Baxaq. Kiçik 0 olmalıdır. İkinciyə. B kvadrat -4 AC-yə baxaq. -8-in kvadratı çıxılsın 4 olsun. A1 C-də 12. 64 -48. Müsbət verir. Absis oxunu kəsmir. Bu yanlışdır. İkilər çıxadaq bura. Qaldı 1B. AB. Qraf 1, 2, 3-cü rublərdən keçir. Baxaq bunu. Tam kvadrat ayıraq. 4, 16, 16 olmazsa 12 olmazsa çıxırıq 4'ü. Bərabər də o x-4'ün kvadratı -4. Quraq bunu. 4 vay sağa, 4 vay aşağı. Və aradan keçəcək. x0, 0 versəm x4, 16, 16'dan 1, 4 sonra 12. 12'dən keçir. Bu da 4'tür. X'e 0 versəm y oxunun kəsmə nöqtəsidir. Ona görə 12 yazdım burada. Burada deyil. X'e 0 versəm birincidə görə bilərsiniz. İndi nə deyir? Qrafik 1, 2, 3-cü rublərdən keçir. Birinci rublərdən keçir. İkinci rubdən keçir. Bir də 1, 2, 4'dən keçəcək. Bu yanlışdır. 4 doğrudur. Deməli 4-cü rub, 1-ci rub, bir də 2-ci rubdən keçəcək. Bunun qrafikidir. Növbətiyə baxaq. Təpə nöqtəsi 4-cü rubdadır. Bax, təpə nöqtəsi haradadır? 4-cü rubda. Bu da hansına uyğun gəlir? A bəndinə uyğun gəlir. Növbəti sualımıza baxaq. Deməli, deyir ki, bunu tap. Sinüs 4 alfanı. Birinci bunun açılışına baxaq modulda. Sinüs yazaq. Sinüs 2 vursun 2 alfa. Bunun açılışı nə deməkdir? 2 sinüs 2 alfa vursun kosinüs 2 alfa. Və bir də buna baxaq. Bu nə deməkdir? Bu 2 alfadır. 2 vursun 2 sinüs alfa vursun kosinüs alfa. Bir də sinüs 2 alfanın açılışını yazdım. Bu nə deməkdir? Kosinüs 2 alfa nə deməkdir? Kosinüs kvadratı alfa minus sinüs kvadratı alfa. Bunu belə yaza bilərəm. Görək nə verir bizə. İndi burada sinüs alfanı belə yazaq. Tutaq ki, bura alfadırsa, burada kökdə 5'dir.
Burada 1-dir. Niyə? Bucaq qarşısının kateterin hipotenüzə nisbətidir. Bəs kosinus alfa nədir? Buradan da 5-dən buranı x yazsam, x bərabər kök altında 5. Kökdə 5-in kvadratı minus 1. 4. Bundan da 2 çıxır. Bura oldu 2. 2 bölünsün neçə olur? Kökdə 5 olur. Bucağı bitişik kateterin hipotenüzə nisbəti kosinus alfadır. Və yazırıq. Bərabərdir. 2, deməli 2 vursun 2, 4-dür. 4 vursun. Sinüs alfa nə deməkdir? 1 bölünsün. Bunu da sinüs alfanı yazaq. 1 bölünsün kökdə 5-dir də. 1 bölünsün kökdə 5 vursun. Kosinus alfa nə deməkdir? 2 bölünsün kökdə 5 vurulsun. Kosinus kvadratı alfa. Bunun kvadratı 4 bölünsün 5'dir. Çıxarsan sinüs kvadratı 1 bölünsün 5'dir. Modulda bərabərdir. 4 gün 8 bölü 8 bölünsün 5 vurulsun. O da eləyəcək 5'də 3. Neçə elədi? 8 4'ün 32. Bu 8, bir de 3'e 8 üçün 24. Bu elə də 24, bu da 25 modulda. Çünki modulda da müsbət veriləcək onun qiyməti. Bunu yazaq 100-dən neçə? Hər tərəfini 4'ə vurur, 96. Bu da elə də 0'dan %96. Cavab beləndir. Bu cür yaza bilərsiniz. Növbəti sualımıza baxaq. Bu olur 5. Deməli, deyir ki, bu ifadənin qiymətini tap. Burada da kvadrat tənlik olduğuna görə bunu V teoreminə görə yaza bilər. Bu da nəyə bərabərdir? Buna tangis 50 üstünə yazın kotangis 80-a bərabərdir. Bölünsün 1 plus hasili də bunlara bərabərdir. Vurulsun mənfi tangis 10 vurulsun kotangis 10 40. Baxaq. Bu da eləyəcək tangis 50 plus yazaq. Bunu yazaq tangis 50'dir. Bu da tangis 10 yazaq. Tangis 10 yazaq. Çevirdik bunu. Birinci rübdədə müsbət. 1 minus tangis 10 vurulsun. Bunu da yazaq tangis 50. Bu da nəyin açılışıdır? Tangis alfa plus beta. Yəni tangis 60. 60'da nə verir? Sinüs 60 bölünsün kosinüs 60'dır. Sağ kökdə 3 bölünsün 2. Bu da eləyəcək 2'də 1. Bu da oldu kökdə 3. Cavab B bəndi. Növbəti sualımıza baxaq. Yeddinci sualımız. Belə yazaq. Qaydamız var. Tangis, bir də arc tangis alfa olsa nəyə bərabərdir? Alfaya. Onda buradan da P plus 3 nəyə bərabərdir? 5'ə. P'miz də oldu 2. Deyir ki, arc sinus 1 bölünsün 2 nə vaxt alır? Bu da tutaq ki, A ilə işarə eləsək, alfa ilə, onda sinüs alfa nəyə bərabərdir? 2'də 1. 1 bölünsün P yazıb burada. Yəni 2'ni yazdı. İfadanın qiymətini tapın. Bu ifadanın qiyməti də olacaq. Alfa da oldu 30 dərəcə. Çünki sinüs 2'də 1 nə vaxt alır? 30 dərəcədə. O da neçə verir? A bəndi. 1 bölünsün 6. 8-ci suala baxaq.
Funksiyanın qiymətlər çoxluğu AB intervalı olarsa, AB hasilini tapın. Deməli, 2 sinus x vursun kotangesi də yazarıq. Kosinus x bölünsün sinus x plus 5. Bu intervalları burada olacaq. Qiymətlər oblasti bir aralanda. Bunlar apardıq. Qaldı a kiçikdir 2 kosinus x plus b kiçikdir b. Deməli, indi baxaq. İntervalında olarsa, bu intervalda olarsa. Belə yazaq. Bir dəfə mənfi 1 qoyaq. Bura qiymətini tapaq. Mənfi 2 plus 5 neçə alındı? 3. Bir dəfə də 1 qoyaq. 2 plus 5 bərabərdir 7. Deməli, 3 ilə 7 arasındadır. İntervalı olarsa. Bu A-dır, bu da B-dir. Bizə AB-nin A-sını istəyir də bu intervaldakıları yox. 3'ü də 7'ye vurursunuz. 21. Cavab D bəndi. 9'a baxaq. Deyir ki, tangens alfa minus 45 bərabər 3 olursa tangens 2 alfanı tapın. Tangens 2 alfa ne deməkdir? 2 tangens alfa 1 minus tangens kvadrat alfaya bərabərdir. Bunu da buradan tangens alfa minus 45 dərəcəndə belə yazaq. Tangens alfa minus tangens 45 dərəcə bölünsün 1 plus tangens alfa olsun tangens 45 dərəcə. Bu özü nəyə bərabərdir? 3'ə. İndi yazaq. Bulundu tangens alfa minus tangens 45 dərəcədə 1 verir. 1 plus tangens alfa, bu da 1 bərabərdir 3. Çarpaz vururam 1 plus tangens alfa vurulsun 3 bərabərdir tangens alfa minus 1. 3 plus 3 tangens alfa bərabərdir tangens alfa minus 1. Tangesler yığdıq sola 2 tangens alfa bərabərdir mənfi 4. Tangens alfa da oldu mənfi 2. Getirib yerine burada yazaq. 2 vursun mənfi 2. 1 minus mənfi 2'nin kvadratı. Bu elədir mənfi 4 bölünsün 1 minus 4. Mənfi 4 bölünsün mənfi 3. O da eləyir 4 bölünsün 3. Cevap bir bəndi. Evet, sorumuza baxaq. Onuncu sual. Deyir ki, arc tangens x plus arc kotangens x plus arc sinus x. Deməli, burada nə fikirləşirik? Arc tangesinə, arc kotangesin ikisinin də təyin olması mənfi sonsuzluqdan müsbət sonsuzluqadır. Çünki x-ləri, bu x-lər mənfi sonsuzluqdan müsbət sonsuzluğa istənilən qiymət alır. Amma buradakı bu var, arc sinusun təyin olması isə mənfi 1 ilə 1 arasındadır. X-də, x3-də də bu x-lər ödənməlidir. Bu ortağı nədir burada? Mənfi 1 ilə 1 arasında. Oldu mənfi 1, yəni bu x-lər hər birin bunda alır. Tutaq ki, mənfi sonsuzluqda mənfi qiymət qoysam, bunda ödəməyəcək. Tutaq ki, mənfi 5 qoysam, arc sinusda ödəməyəcək. Ona görə mənfi 1 ilə 1 arasında, 3-ünü də ödədiyinə görə biz mənfi 1 ilə 1 arasında götürürük. Nə istəyir? Sayını istəyir? A bəndi, 3 dənə. Növbəti sualımıza baxaq. 8, 9, 10, 11. Buna baxaq. Deyir ki, düzgün kəsmədir bu kəsmə. Baxaq.
Deməli, burada neyini? Fikir versəz, burada tangens alfa, burada da tangens alfa. Bu tangens alfanı bir t ilə əvəz edirik. Bu olacaq t kvadrat minus 3t plus 2 bərabərdir 0. Deməli, necə yazacaq? X deməli, x yazaq. T minus 2, t minus 1. Vurğuları ayırmayla yazdıq. T bərabərdir 2, birinci kök, t 2 bərabərdir 1. Deməli, tangens alfa nəyə bərabərdir? 2. Alfanı tapsam, arc tangens alfa deməli 2 plus dövrü də pi n'dir. Digər tərəfdən də tangens alfa 1-dirsə, alfa nə vaxt alır? 1'i nə vaxt alır? 45'də. Yəni pi bölünsün 4 plus pi n. N-də daxildir z, tam ədədlər. Burada hansı cavab da var? C bəndində. Evet, sualımıza baxaq. On ikinci sual. Bir tənliyi A parametri hansı qiymətində bu tənliyin həlli var. Buna baxaq, buna nə açılışıdır? Bu kosinus 2 vurulsun 5x'in açılışıdır. Bərabərdir A minus 3. Deməli, bu da oldu kosinus 10x bərabərdir A minus 3. Kosinus alfa hansı qiymətlər ala bilər? Bir dəfə mənfi 1 ala bilər. Bunu bərabər edirsiniz. A bərabərdir 2 olur. Bir dəfə də A minus 3 1'ə bərabər olur. O da oldu 4. Hansı qiymət? 2, 4. Cavab A bəndində. Evet, sualımıza baxaq. Deməli, deyir ki, tənliyi həll edin. Bunu keçirək sola. Bu olacaq sinus kvadratı x bölünsün 2 plus kosinus kvadratı x bölünsün 2 plus kosinus 5x bərabərdir 1. Bu özü nəyə bərabərdir? 1'ə. Buradan da 1 plus kosinus 5x bərabərdir 1. Kosinus 5x oldu 0. Yəni birdən 0. Bu da xüsusi haldır. 5x bölü 0'a nə vaxt verir? Alır kosinus. Pi bölünsün 2'də. Bir də pi k. Hər tərəfin 5'ə bölsün. Pi bölünsün 10 plus pi k bölünsün 5 olacaq. Burada hansı cavab da var? B bəndində. Növbəti sualımız. Sualımıza baxalım. Deyir ki, funksiya üçün fx plus 4 bərabər 2 plus bx. Deməli 7 vuranda, 7 alanda x pi plus 12 olur. Burada belə yazaq. Deməli f7 almaq üçün bura nə verməliyəm? X-ə 3 verməliyəm. f 3 plus 4 bərabər 2 plus p vurusuna 3. Deməli f7 bərabərdir 2 plus 3p-yə. 3p-yə. F7'miz də p plus 12'dir. Gətirib yazırıq. 2 plus 3p bərabərdir p plus 12. Oldu 2p bərabərdir 10, p bərabərdir 5. Bu qədər sadə. Növbəti sualımıza baxaq. 14, 15. Y bərabər 6 minus 3x minus 5x minus 10. Bunlar moduldadır. Plus 16 funksiyanın sıfırlarının cəmini tap. Deməli, fikirləşək burada orta vuruq nədir? 3'dür. 3'ü ataq mötərizə xaricına. Yəni modulun xaricına. Qaldı 2 minus x. Buradan da 5 atsam, yenə x minus 2 plus 16. İndi burada fikir versəm, burada x üçün bir kiçiklik şərti yoxdur. Kiçik şərti yoxdur. Ona görə bu 2 minus x elə
bərabərdir x minus 2 olacaq. Buradan da yazaraq, bunu yazaq 3 x minus 2 minus 5 x minus 2 plus 16. Bu neçə olacaq? Mənfi 2 x minus 2 modullar plus 16. Bunun sıfırlarını tapmaq nə deməkdir? Yəni y-ə 0 verməliyik də. Funksiya özü 0 alır. Mənfi 2 x minus 2 plus 16 bərabərdir 0. Mənfi 2 x minus 2 bərabərdir mənfi 16. Hər tərəfini 2'yə bölsəm nə qalacaq? Mənfi 2'yə bölsəm 8. Bu da olur x minus 2 bərabərdir 8. Digərdən də x minus 2 bərabər mənfi 8. Bu oldu 10. Bu oldu neçə? Mənfi 8 üstünə gəlsin 2. Oldu mənfi 6. Və bunların cəmini istəyir. Cavab 4. Növbəti sualımıza baxaq. Bu neçədir? 15'dir də. Şimdi bunu yazaq. Altıncı sual. Deyir ki, ifadanın qiymətini tap. Baxaq görək bu nədir? 24 üstə 66 gələndə 90. Bunu belə yazaq. Bunu kosinus kvadratı 24 plus bunu da yazarıq sinus kvadratı 24 dərəcə minus bunu da yazaq tangens 24 bunu yazaq tangens 180 minus 24 baxaq 24 bəli. Bu oldu 1. 1 minus tangesi 24. Burada da düşür. İkinci rübə. İkinci rübdə tangens mənfidir. Bu mənfi atılır qabağa. Tangens olur 24. Və bu oldu 1 plus tangesi 24 bölünsün tangesi 24. Bu oldu 1. Bir üstə də 1. Cavab 2. Növbəti sualımız. Deməli 17'yə baxaq. Deyir ki, funksiyanın ən kiçik müsbət dövrünü tapın. Bunun ən açılışıdır, buna baxmalıyıq. Bu sinus 6x vursun sinus 6x plus 3x'dir. Sinus 6x plus, yəni bunun açılışı da kosinus üzüstü sinus alfa plus beta'nın açılışıdır. Oldu nə? Sinus alfa vursun kosinus beta plus kosinus alfa sinus beta'dır. Bu da nəyə bərabərdir? Sinus 9x. Deməli, bunun ən kiçik müsbət dövrün, yəni t-ni tapın. T-nə də 2 pi bölünsün buna, b 9'a. Cavab olacaq bu. İndi burada dərəcə soruşur. Bunu da yazarım. 2 vursun. P-ni yerinə 180 yazsam, bölsəm 9'a. Bunlar getdi. 22'ye böləndə 40 dərəcə. Bu cür yaza bilərsiniz. Növbəti sualımız. Bunu silək buradan əvvəlkidir. Növbəti sualımız deməli 16'ya baxdıq. İndi 18'ə baxacaq. Deyir ki, tənliyinin bu aralda həlləri dərəcə ilə tapın. Deməli, bunu nə edə bilərim? Bunların əmsallarının kvadratına kök altında. Kökü 3'ün kvadratı plus mənfi 1'in kvadratı. Bu eləcə 2 çıxdı. Kökdə 3 bölünsün 2 kosinus x minus 1 bölünsün 2 sinus x bərabərdir 0. Və yazarıq. Nəyin açılışıdır bu? Sinus kosinusla da yaza bilərik, sinusla da. Sinus kosinus yana yazaq.
kosinus x plus kosinus götürüş bölünsün 2 nə vaxt verir? Pi bölünsün 6'da. Bərabərdir 0. Yəni bu nədir? Kosinus x kosinus pi bölünsün 6 minus sinüs x vursun sinüs pi bölünsün 6. 30 dərəcədə yəni. Bu özü bu ifadədir. İndi yazırıq. Kosinus x plus pi bölünsün 6 bərabərdir 0. 0'da xüsusi haldır. X plus pi bölünsün 6 0'ı nə vaxt verir? Kosinus alır 90'da. Yəni pi bölünsün 2'də. Plus dövrüdə pi kat. X'i tapanda olacaq pi bölünsün 2 çıxılsın pi bölünsün 6. Plus pi k. Yəni 90'dan 30 çıxıramda 6 oldu. Pi bölünsün 3 plus pi k. 2 0 ilə 90 arasındakı həllərini soruşur. K'ya 0 versəm necə olur? Bu 60 dərəcədə. K'ya 0 versəm pi bölünsün 3 plus pi vursun 0. Oldu 60 dərəcə. Digər tərəfdən K'ya 1 versəm aşır, K'ya mənfi 1 versəm də mənfi qiymətlər alır. Bir dənə həlli var 60 dərəcə. Növbəti sorumuz. Deyir ki, f x plus 2, f x minus 3 bərabər 4x plus 11 olarsa, f x xətti funksiyanın bucaq əmsalını tapın. Bizdə xətti funksiyanın düsturu var da. F x nəyə bərabərdir? Kx plus 5 şəklində. Buradan f x plus 2 yazsam, bu olacaq k vurulsun x plus 2 plus b. Digər tərəfdən f x plus x minus 3 yazsam, bu olacaq k vurulsun x minus 3 plus b. Bunları tərəf-tərəfə toplasam, nə olacaq? F x plus 2 plus f x minus 3 nəyə bərabərdir? K x plus 2 plus k x minus 3 plus 2b. Buradan da açaq bunları. Kx plus 2k kx minus 3k plus 2b. Bunu da saxlayaq. Bunları toplayaq. Oldu 2kx minus k plus 2b. Bizdə nə var? Deyir ki, bu da özü nəyə bərabərdir? 4x plus 11'e. Buradan da 2k minus x belə yazaq. 2kx minus belə yazaq. K minus 2b. Bərabərdir 4x plus 11. Bizdən b-ni istəmir. Sadəcə bucaq əmsalını istəyir. Bucaq əmsalda nədir? Budur, buna bərabərdir 4'ə. 2k da 4'ə bərabərdir. K da oldu 2. Bu qaydanı yaza bilərsiniz. 20-ci suala baxaq. Deyir ki, fx cüt və rx tək funksiyalar üçün olarsa f mənfi 3-cü dərəcənin 5'i tapın. Bildiyimiz kimi cüt və tək funksiya deməli fx cütdürsə, bu mənfi verəndə də müsbət fx olur. Fx tutaq ki, rx təkdirsə, mənfi x verəndə də mənfi fx olur. Rx olur. İndi buradan da bu cüt olduğuna görə bu olacaq fx minus, aşağıda yazaq, bir-birinin üstünə çıxmaz. Fx minus 3rx bərabərdə 4x'in kubu plus fx minus rx. Deməli,
Burada bərabərlikdən bunlar islah olunacaq, qalacaq -2r x bərabərdir 4x-in kubu. Hər tərəfə -2-yə bölsən -2x-in kubu. Bu alındı. İndi gətirib bu qiyməti burada yazacağım yerinə. 2 vurulsun -3-cü dərəcədən 5-in üstündə 3. Bu 3'lər gedir. 3 dəfə bir-birinə vuranda mənfi eləyir. 2 vurulsun -5 olur. Bir dənə də mənfi vardı qabağında. Bu da olur. Cavab 10. Növbəti sualımıza baxaq. Bu neçəydi? 20. 21. İki. Sinüs 2 alfa minus kosinüs 2 alfa bölü 3'te 1. Bunu belə yazarıq. Kosinüs cüt funksiya olduğuna görə sinüs 2 alfa bir de minus kosinüs 2 alfa olur. Bərabərdir 3'te 1. Bunun açılışını yazaq. Bu oldu mənfi sinüs 4 alfa. İndi buradan belə yazarıq. Bu olacaq mənfi 2 sinüs 2x 2 alfa vurulsun kosinüs 2 alfa. Bunu da buna gətirə bilərik əslində. İndi necə gətirir onu düşünək. Bunun kvadratı yüksəlsən bu ifadəni ala bilirəm. İndi bunun kvadratı yüksəldi. Bu olacaq sinüs kvadratı 2 alfa minus 2 vurulsun sinüs 2 alfa vurulsun kosinüs 2 alfa plus kosinüs kvadratı alfa bərabərdir 3'te 1. Bununla bunun cəmi 1'dir. 1 minus 2. Bu ifadədə nədir? Sinüs 4 alfadır. Bunu yazırıq. Sinüs deməli sinüs 4 alfa bərabərdir 3'te 1. Sinüs 4 alfa bərabərdir 1 minus 3'te 1 yazacaq. Bu da olacaq 3'te 2. Və qarşısında mənfi olduğuna görə mənfi 3'te 2 yaza bilərik. Üzr istəyirəm. Burada səhvə yol verdik. Bunda kvadrat yüksəltməliyik. 9'da 1. 9'da 1. 9'da 1. Bu da olacaq 9'da 8. Bunu yerine yazaq. 9'da 8. Deməli cavabımız mənfi 9'da 8. 22'ye baxaq. Deməli, sinüs alfa çıxsın kosinüs alfa 3'te 1 olsa tangens alfa plus kotangens alfanı soruşur. Belə yazarlar. Bunun kvadratı yüksəldi. Sinüs kvadrat alfa minus 2 kosinüs alfa olsun. Sinüs alfa plus kosinüs kvadrat alfa bərabərdir 1 bölünsün 3. Bu oldu 1 minus sinüs 2 alfa bərabərdir 3'te 1. Onda sinüs 2 alfa nəyə bərabərdir? 3'te 2'ye bərabərdir. Yine de burada unuttum bunu. 9'da 1. 9'da 1. Bu da olacaq 9'da 8. Sonra nə edəcək? Deməli, buradan da yazaq. Tangens alfanı yazaq. Sinüs alfa bölünsün kosinüs alfa plus kosinüs alfa bölünsün sinüs alfa. Bunda kotangens. Bunu yazıq. Kosinüs alfa olsun sinüs alfa. Orada məhrəc. Kosinüsə bölsəm sinüs. Bu oldu sinüs kvadrat alfa plus kosinüs kvadrat alfa. Bu özü 1'e bərabərdir. Burada da aldıq
Sinüs 2 alfa deməli yazaraq 2 sinüs alfa olsun kosinüs alfa 8 bölünsün 4 9'dur. Hər tərəfin 2'yə bölsəm sinüs alfa bölü 4 bölünsün 9. Sinüs belə yazaq da sinüs alfa vursun kosinüs alfa 4 bölünsün 9'dur. Bunu da yerine yazarıq 4 bölünsün 9. Yəni bu da 9 bölünsün 4 edir 2 tam %25. Növbəti sualımız Yirmi üç. Deməli bu ikisi burada iş görə bilərik. Çünki sinüs alfa plus sinüs beta üçün düstur var. Və yaxud da bununla da bunu eləyə bilərik. 30 dərəcə alınır. Bu 16, bu 16, 14. Deməli bununla bunu toplasam, bölsəm 2'yə 12, 14, 28, 14 alırıq. 14 alacaq. Biz 14'ü saxlayaq, çünki burada tangüsü 14 var, ola bilsin. Burada bizə lazım olacaq. Belə yazaq. Sinüs 12 plus sinüs 16, bunu 1 yazaq. Üstünə gəlsin sinüs 14. Bölünsün kosinüs 12, kosinüs 16, bunu 1 yazaq. Plus kosinüs 14. Bunu yazaq. 2 sinüs, bununla bunun cəmi 30, 28 bölünsün ki 14. Bir de kosinüs 16, 4, 2. Plus sinüs 14 derece. Burada ne yazsam? 2 kosinüs 14 olsun. Kosinüs 2 plus kosinüs 14. Buradan 2 sinüs 14'ü çıxarsam kosinüs 2 derece plus 1 kalır. Buradan da 2 kosinüs 14'ü çıxarsam kosinüs 2 plus 1 kalır. Bunlar yaxçıya getdi. 2'lər getdi qaldı. Sinüs 14 derece bölünsün kosinüs 14 derece. Bu da nədir? Tangüs 14 derece. Bu özü nəyə bərabərdir? Adı alfa a'ya bərabərdir. 24. Hangisi müsbət kökü neçə dərəcədir? 24'te bunu soruşur. Deməli bunu belə yazarıq. Sinüs 6x minus sinüs 2x. Bunun düsturu var. Nədir? 2 sinüs birincisini yazıram. Çünki sinüs alfa plus sinüs beta için düstur var. 2 sinüs alfa plus beta bölünsün 2 olursa kosinüs alfa plus minus beta bölünsün 2. Ama burada ise birinci minus olacaq. 6x minus 2x bölünsün 2 vurulsun kosinüs toplayacağım. 4 6x plus 2x bölünsün 2. Ve bu oldu 2 sinüs 4 2'ye böldüm 2x vursun kosinüs 4x bərabərdir 0. Burada ne var? 0'a bərabər olur. Ayrı ikisi de 0 olsun. Sinüs 2x bərabərdir 0. 2x xüsusi aldı. Ne var 0 olur? Yani p'ndə x oldu. P'n bölünsün 2. Diğer taraftan kosinüs 4x 0 ne vaxt alır? 90'dır. Yani bu da xüsusi aldı. Pk, p'n.
X oldu pi bölünsün 8 plus pi. İndi bu köklərdən hansını götürəcəm ona baxacağım. Bizdən ən kiçik müsbət kökün istədiyinə görə, bax ki, n-ə 0 versəm, bura getdi 0-a, qalacaq bu ən kiçik. Bu hasil olduğuna görə ikisini də düzdür. Pi bölünsün 8. N-i artıra-artıra bu özü böyüyəlir. Mənfi də verə bilmərəm, müsbəti istəyir və bunu istəyir. Bunun dərəcəsində 180 bölünsün 8 yazıram. O da deyir 22,5 dərəcə. Sonra 25-ci sualımız. Sonuncu sualımızdır. Deyir, tangent 3 pi bölünsün 2 plus x. Tənliyi həll elə. Sadə bir şeydir. Yəni, bunu fikir verməli. Bu 270 dərəcədə. Plus x, bu da 4-cü rübdə. 4-cü rübdə tangent nədir? 1 3-də müsbətdir. Bu mənfi olur. Mənfi tangent x olur. Plus. Bu da düşdür 1-ci rübdə. 1-ci rübdə nədir? Sinüs müsbətdir. Adını dəyişir oldu. Kosinus x. Buna baxaq. Plus. Bu da düşdü 4-cü rübdə sinüs mənfidir. Mənfi kosinus eləyir. Kosinus x. Bərabərdir mənfi 1. Bunlar islahındır. Mənfi tangent x bərabərdir mənfi 1. Tangent x da olacaq 1. X-i də tapanda pi bölünsün 4-də 1 alır. Plus pi k. Bunun tənliyin kökü də budur. K da daxildir. Z tam ədədlər. Dərsimiz bu qədər. Sağ olun.